Nəriman çempion olanda da mən gördüm ki, sevinirdim ki, ürəyimdə alov yanırdı ki, inşallah mən motivasiya deyim sizə. Elə motivasiya gəlirdi ki, inşallah mən də çempion olaram. Bir döyüş, iki döyüş, üç döyüş, belə gəlirdim. Nəriman önce 5 dənə kəmər götürdü, çox şükür olsun. Kəmər götürəndə düzdür, səbir çox lazımdır, çox gözəl bir şeydir. Mən də sizə səbirli insanım. Mən də gözləyirdim ki, mən də vaxtım gələcək. Mənim də vaxtım gəldi, çox şükür. Getdik, biz də kəməri götürdük. Balacalıqdan gəlmişəm, böyüyənə kimi gəldim, mən kəməri götürdüm. Çox şükür buna. Azərbaycana kəməri gətirmək özü bir, nətər deyim sizə, qürurmu deyim, adam özündən, yəni ki, qürurdur ki, mən Azərbaycana kəməri gətirmişəm. Azərbaycana kəmər gətirənlərdən biriyəm. Yəni, əvvəl gedirdim, hamısını gördüm, kəmər gətirirlər, deyirdim, ay Allah, mən də gətirərəm də kəmər. İndi gətirmişəm, mən sevinci deyə bilmirəm, mən nətər deyim ki, mən və istəyərdim məndən sonra gələn idmançılar, gənc idmançılar. Yəni, emin düz yol tutsunlar, ancaq yəni ki, düz yoldan getsinlər, idman seçsinlər və kəmər gətirsinlər Azərbaycana, Azərbaycan bayrağını. Nəinki Rusiyada, nəinki Amerikada, bütöv dünyanı qaldırsalar, yəni Azərbaycana dəstək oluruq da biz. Biz hamımız Azərbaycanlıyıq. Və mən istəyərdim ki, bütöv Azərbaycan idmançıları Azərbaycan bayrağını bütöv dünyada dalgalandırsınlar.